Car Parking videosuna hoş geldiniz. Bugün sizinle Car Parking oynayacağız. Oynamayanlar için yani oynamayanlar için bir özet vereyim ki bu bir maşın oyunudur ve güzeldir. Yani burada pul, yani şehirlerde ve pul kazanırsan pul alıp gidip özün təzə maşın alırsan. Bugün sizinle birlikte motorum hasar gördü. Gözle. Bugünlerim sizlerle birlikte maşınımızı satmaya çalışacağız. Kazıklayacak olan çünkü motorum hasar görür. Motoru düzeltmeyeceğim ki kazıklayacağım olar. Kazıklığım olar. Girim təzə yerlere. Ay səhv gedim. Əslində mənim dostum mənə hesab verəcək. Yani hələ hindi verməyib də, verəndən sonra onda da eləyərəm. Bunu neçəyə satım? 50.000. 50.000 uygun fiyatdır. Adımı da yazım bura. Ayxan Bu mənim oyundakı adımdır. Araba kilitli. Şu maşını. 9 milyona maşın olur. Yox. Qaqam. Siz hansı dünyada? Siz hansı evrendəsiniz? Bir dəqiqə nə getdiyim bir dənsə 19 minlik olacaq. Almadı. Yoxlayır maşınlar kim şey qoyub? Kim kilitli qoyub? Kilitsiz qoyub. Ona yoxlayır. Səni. Mən də yoxlayacağam. Yox. Üstündə milyoner yazır. Motorun qapağı yox. Belə milyoner olar. Kilitli. 100% bu kilitli koyun. Kullanmıyor sürdük o. Bir saat basacağım. Ya abi beni de sür. Süreliyorum. Ben sürürler. Neyse maşından düştüm. Bu maşını sata bilmeyeceğim. Neyse 50.000 uygun fiyata dur. Uygun fiyatta. Ya bunu niye almak istemiyorsunuz? Supra'da 50.000. 49.000'e 48.000 almış ya. Şimdi 2 dizimini atacağım. Mesela bir de oğlan evine bakanlar bilər. Orada da en şey yani şöyle bir ki maşını üçümle satmalı diye sen. Gedib o üçümle satıp kalan pulu cebine koyup. Tamam onu tuttular. Amin Allah. Bakanlar yoruma yazsınlar ki bakmışam. Bakmayanlar tövsiye ediyor. Tövsiye ilə baxın, gerçi maraqlı şeydən gülməlidir. Orada bir oğlanın şeyini sıfırlamışlar. Yaddaşını. Maşınımı almırsınız. Baxın. Baxın, gözləyin. Bax. Adı üstündə milyoner yazılıb. 50.000 pulu yoxdur. Belə milyoner olur. Baxın bu da bizim. Belə bir bugün deyəsən maşın satamayacaq. Maşını satabilsən çox qəşəng olur. Çox qəşəng, çox qəşəng. Maşının qabağına nə etmişəm? İndi biləmə niyə almırlar? Bunun qabağını hardan görürlər? Qabağı çox bomba qabaqdır. Alacaq deyəsən. Aldı. Orası bir numara. 85.000 sen başını yaklaşık. 50.000'e Supra'mı aldı. İnşallah yolun açık olmaz. Sağ ol yolun açık olmasın. Ölesən. Neyse çıkart. Öyle burada para kazan. Baxaq. Yok burada pulla imiş. Bize pul lazım değil. Çıxaq. Gedin o birisi maşınlarımızı sataq. Pul yığaq. Mesela bir de böyle bir bakı bilmeyenler, yani böyle bir şey var. Burada görevler var, maşın parkofiyelleri. Onu elə bilirsiz bir dəfə eləyirlər. Onu sen eğer 2 dəfə eləsən, ikinci də pul verir sənə. Yəni göstərim. Necə olur? Bunu mən eləmişəm. Mənə pul verir. Mən bunu ikinci dəfə eləyirəm. Yəni göstərim də baxın. Bunu mən eləmişəm qaqa. Xala qabağıma çıxmadı. Nə olar? Sonra olmayacaq, güləcəklər.
Baxın, oradan bir avtoşlarla vurur. Saxla. Oy, ürəyim girdi ağzıma. Ürəyim düşdü. Baxın, bunu ikinci dəfə eləyəcəm. Baxın, mənə yenə də pul verdi. Yəni, bunu bir dənə də eləyim. Baxın, indi pulum tamamlansın. Baxın, 2940. İndi bunu təzədən eləyim. Baxın, onu da verəcək. Mənə əvvəllər bunu belə eləyə bir 200.000 qazan, 200.000 eləmişdim pulumu. Sonra getdim ona maşın aldım. O Supra idi deyəsən. Yox, Supra deyil. Supra neçə idi ki? Supra neçə idi? Baxın, bir dənə biraz pul verəcək. Gəlin görsək maşını alıb. Evlənmək istəməz mənə ilə. Gəlin maşınına oxşayır. Baxın, yenə də pul verdi mənə. Bunu mən təkrarlamaq istəmirəm. Çünki o vaxt itirəcək nə qədər. Sizə bir də təkrar maşınlarımı göstərim. Baxın. Bunu 19'a almışam. 19'a alacaqlarsa aldım. Bunu 5000'ə. Bunu bilməm neçə almışdım. Bunu mən neçə almışdım? Nəysə. Supra neçə almışdım mən? 173. Mən baş verdim. İndi mən onlar mənə loxlayıb, mən onlar yoxlamışam. Qiyməti yadımdan çıxıb gələk istadım. Bilməmişəm. 179.000'ə Mercedes olur, qaqa. Baxın, bu da qəşəng maşındır. Amma 215.000'dir. Gedim bütün maşınlarımı satacağım. Gedim indi bunu satım. Bu neçədir? Hansıydı o? Hansıydı o? Hansıydı? Hansıydı o? Hansıydı? Hansıydı o? De bu. Bu nədir? Yəni bunun qiyməti neçədir dostlar? Bu 61.000. Bu neçədir? Bu 57.000. Bu 53. 4 artır. 4.000 artırsa bu da 65.000 olacaq. Görün. 4 artır. 4.000. 65.000'ə satıram bunu. Şu. Məntiq. Ağıl. Ya valideynlərimiz sizə deyirsə ki, dərs oxuyun da. Həm biraz dərs, biraz telefon yəni olardı. Amma bəzi ailələrdə deyirlər ki, həmişə telefona baxmısan, indi bir gün 6 gün telefona baxmısan, məsəl üçün deyirəm. Sonra bir gün nə bilim, bir gün indi bütün nə olur. Əmin əzəl. Ekran düzəldim gəl. Dostlar, düzəltdim indi çıxdı. İnternet getmişdi. Bu niyə belə az gedir? Bu niyə belədir? Düzəldi. Bu niyə belə az gedir? Biraz tökür. Belə həmişə oyuna sökəndə elə bilirəm ki, o şeydə olurdu. O şeydə olurdu. Pochinki'də və Skull'da. Ekran tökür deyə. Ekran yok elə tökür də yəni. O yanına. Bir daha da PUBG oynayanlar yenə də yorumlara yazsın. Yorum yazın be, yazın yorum gəlsin. Bu necə parkov deneməkdir? Ha, parkov da eləyə bilmirəm. Güləcəklər mənə. Bu nə deyir? Telefon çarptırsa az deyir. Saxla burada kilitdə. Fiyat 65.000 demişdi. 65.000. Xancır 7 Pro. Xancır 7 Pro. Çıx. Belə uyğun. Ayda 1 milyon idi. 300.000. Bunun motoruna nə eləmişsən qaqa? Motoru yoxdur. Söküblər motorunu. Danilo. Minənmədi ki. Sürənmədi. Azar 15.000 maşın tez alacağım. Aldım maşını. 2 dənə belə maşın. What? İkisi də mənim deyildi. Onu birini satışa çıxardım. Bunu çıxardıram satışa. Bunu da satacağım.
Satacağım bunu, satacağım. Bunu niye satmaq olmur? Satacağım. Əlim ağrıyır. Əlimi kəsmişəm deyən oynayamıram. Ah. Hə, indi olacaq bu səfər. Şöyle. Ay, onu mən almışam axı. Ay Danilo, sən nə fırıldaqçı adamsın. Ay Danilo. Qaqa maşını neçə satırsan? 500 nə maşın olur hə? Ay 500 minə bax bunu almaq olar. Baxın dostlar. 500 minə bunu. Bunun maşını. Evet, bu da buna baqa girib. Baxın buna baxanda çökür. Baxanda rahat. Buna baxanda çökür. Buna baxanda rahat. Neçə? 10 milyon. Yuh. Bunlar mənə deyəsən dolandırmaq istəyir. Qaqa mən dolandırıcı mıyım lo? Ah bu 10 milyon. Dilim karıştı. 10 milyona şey olur. Maşın. O 25 mil al. Getdikcə maşınlarımı şu maşınlar. Maşın. Gözdə sən. Mən oyundan çıxanda maşının sahibi ayrıldı deyəcəklər. Gözdə. Всё. Uydun ol geçdiyə bax. Baxın bu arada qalıb. Bu da var. Bu da var. Nasıl video kurtarmak istəyirəm. Ya bu videoda bu kadar. Ve başında bu da gösterdim size. Bu videoda bu kadar dostlar. Sağ olun. Sabahlar bir yerde inşallah video paylaşarım yani. Yani Subqaytda gideceğim orada paylaşacağım. İnşallah paylaşabilirim. Bu videoda bu kadar dostlar. Sağ olun. Sabahlar görüşürüz.